Efendim, bu noktada hepinize saygılarımı sunuyorum ve Azerbaycan Milli Bilimler Akademisi Şarkiyat Enstitüsü'nden uzman araştırmacı Cavit Kasımov kardeşimi davet ediyorum. Cavit Bey kardeşim, Türkiye Tarihi ve Ekonomisi bölümünde uzman araştırmacı olarak çalışıyor. Kendisi bu konunun gene devamı olarak Kutatkubilik eserinde devlet kavramı ve devlet adamının özelliklerine devam edecekler. Ayrıntıları Cavit Bey'den dinleyeceğiz. Buyurun efendim. Sayın Başkan, değerli hazırın. Yani öncelikle son oturumda. Yani ben de çok fazla konuşmak niyetim yok. Zaten Said Hocam konunun en önemli hisseleriyle ilgili malumatlar verdi. Ben de kısaltmaya çalışacağım. Ve bildiğiniz gibi insanlık, uygarlık yaranandan beri, devlet yaranandan beri hep sistem tartışmaları olmuş. Acaba ideal bir devlet adamı nasıl olur? Uzun müddet, asırlar boyu bu konu üzerinde çalışmalar yapılmıştı. Ben asıl konuma geçmeden önce, bayağı Said Hocam da ona toxundu. Deməli, Tənzimat öncəsi bildiğiniz gibi Osmanlı bir sistem arayışı içerisine girir. O zaman Avusturya bir nümayəndə heyəti, yani elçilik gedir. Acaba hangi sistemi biz Osmanlı'ya tatbik etsək daha iyi olur? O zaman Avusturya'nın başbakanı Metternich gələn heyətə belə bir öneride bulunur ki, sizin burada sistem aramanıza gerek yok. Zaten bizim tatbik ettiğimiz sistem sizden aldığımız sistemdir. Siz mazinize dönün ve inanıram ki daha bir iyi sistem, daha bir iyi idare sistemi bulacaksınız. Ve tabii ki bu sistem bayağı da zikrettiğim gibi iyi sistem arayışı, iyi devlet adamı nasıl olur arayışı eski dönemlerden günümüze kadar devam etmiştir. Mesela eski Mısır fironlarının öğütlerinde, Şumerlerde, işte eski Yunanlarda bu sistemin nasıl olmasıyla bağlı fikirlere rast gelir. Mesela eski Mısır'daki fironun öğütlerinde, yani öz yöneticilerine, gələcəkdə taxta çıxacaq şahzadələrə belə bir öğütdə bulunurdu ki, devlet kutsaldır. Əsl devlet adamı o zaman olursansa elinde keskin bir kılıncın olması lazım. Yani Mısır fironları devleti bu şekilde anlıyordular. Biraz da işte Şumerlere geldiğinde ise burada da iyi devlet nasıl olur? İyi devlet halkına bol köle temin eden başkan, devlet adamı iyi devlet adamı olur. İşte Yunanlara geldiğinde ise Yunan polis devletlerinde bu konu da işlenmişti ve günümüze kadar bildiğiniz gibi bu sonradan Doğu dünyasına da etkilenmişti. Aristo ve Platon'un iyi bir devlet nasıl olur meselesi de deməli işlenmiştir ve gələcəkdə biz artık göreceğiz ki bu bizim konumuz değil. Aristo'nun ve Platon'un devlet hakkındaki fikirleri de sonradan şərqdə böyük bir etki yaratmıştır. Ve əsl konumuza geldiğinde ise bildiğiniz gibi Türk dünyası, Türk Müslüman dünyası devlet adamlarına öğüt məqsədiyle siyasetname ve nəsihətname türünden eserler verilmiştir. Biz bu nasihatname ve siyasetname meselesine girmeden, yani bu konu bizim konumuzun dışındadır. Özellikle Yusuf Has Hacibinin eseriyle ilgili malumat vermek istedim. Ve Yusuf Has Hacibinin yaşadığı dönem, yani 11. yüzyılın başları, yani ikinci yarısı sonlarına doğru öyle bir dönem idi ki, burada artık Türk İslam medeniyetlerinin sintezi dönemiydi. Ve biz o Yusuf Has Hacibinin eserinde de, Kutatkubilik eserinde de biz bunu göreceğiz.
1019 sənəsində doğulan Yusif Hacacib 1069 sənəsində 8 aylıq sürə zərfində bir əsər ortaya gətirir və əsərini o dönəmin hökmdarına Karabuğra xana sunmaqla öz vəzifəsini icra etmiş sayılır. Və bayaq hocam orada məlumat verdi və mən daha çox oradakı dövlət kavramı ilə ilgili məlumatlar vermək istəyirəm. Yəni, türklər İslamiyyətdən öncə də dövlətə çox önəm verməkdəydilər. Yəni, dövlət adətə insanlığın yaranması ilə, Tanrının kainatı yaratması ilə aynı dövrə düşdüyü fikrindəydilər. Və Yusif Hacacib də bildiyiniz kimi öz əsərində dövlət kavramını, yəni dövlətin yaranması şu cümlələrlə izah edir. Dövlətin yaranması evrenin yaranması qədər əskidir. Dövlət Tanrı tərəfindən yarandığı üçün kutsaldır və ona qarşı gəlmək olmaz, qarşı çıxmaq olmaz. Ədalət dövlətin əsas təməl mekanizmasıdır. Yəni, bu dövlətin əsas olaraq dövlət azları doyurmalı, zayıfları, gücləri isə, zalimləri isə əzməlidir. Yəni, bu dövlətin, dövlət kavramı bu şəkildə izah etməyə çalışır. Dövlət Tanrının insanlara ən böyük hədiyyəsidir. Yəni, burada göründüyü kimi, Kutaqı birlikdəki dövlət kavramı bir kutsal kavramdır. Kutsal kavramdır. Yəni, bütün oradakı fikirlər dövlətin kutsal olduğunu, Tanrı tərəfindən yarandığı məsələsini ön plana sayır. Dövlət daimidir və əbədidir. Bildiyiniz kimi, sonradan, məsəl üçün, biz İbn Xaldun'a baxdığımız zaman, İbn Xaldun dövlətə bir ömür biçir. Yəni, İbn Xaldun əgər ərəb təfəkkürü ilə məsələyə baxdığı zaman, əgər dövlət bir cozuq kimi doğar, böyüyər, sonra dağılır düşüncəsi əgər İbn Xaldun'da varsa, amma Yusif Hacacibdə isə dövlət daimidir və əbədidir. Yəni, dövlət mekanizmalarını bozmaq, tahrib etmək olmaz. Yəni, bu düşüncə dövlətin deməli, təməl məsələsində ön plana çəkilmişdir. Və təbii ki, dövlət və dövləti yönəltən hökmdar. Bunlar hər ikisi bir-birini tamamlayan məsələlərdir. Və bildiyiniz kimi, hökmdar kavramına da çox geniş şəkildə yer verilir və Yusif Hacacibə görə Qağan, yəni dövlət adamı, Tanrının yer üzərindəki təmsilcisidir. Adətən biz bəzən bunu ərəb İslamiyyətlə də bağlayırlar, zilullah, yəni Allahın yerdəki kölgəsi anlamında da bağlayırlar. Qağan yer üzərində Allahın təmsilçisi olduğu üçün o kuta, törəyə sahib olmalıdır. Yəni, hökmdara, Qağana verilən görəv kutsal olduğu üçün o kutla donatılmış, törəkli donatılmışdır. Kut nədir? Təbii ki, kut hakimiyyətin məşru olmasını, yəni qanuni olması məsələsidir. Və bu kut anlayışı yalnız Tanrıya mənsubdur. Və bu kutu istədiyi insana verər, istədiyi insandan da geri ala bilər. Yəni, buradan Kutaqı birlikdən görünür ki, yəni bir darbə ilə, bir isyanla hökmdara qarşı gəlmək, onu görevdən almaq olmaz. Çünki ona verilən kut, ona verilən yönetim anlayışı Tanrı tərəfindən verilmişdir, kutsaldır. Nə zaman bəs dövlət adamı görevindən uzaqlaşdırıla bilər? Təbii ki, o kuta zid getdiyi zaman, yəni ədalətli olmadığı zaman, zalim olduğu zaman, qoyulan kuralları, Tanrının qoyduğu kurallardan uzaqlaşdığı üçün o Tanrı tərəfindən cəzalandırılır, kutdan ayrılır və artıq o padşahın, o Qağanın hakimiyyəti artıq əldən getmiş olur, sayılır. Və kutla bərabər bildiyiniz kimi hökmdarın, Qağanın sahib olduğu xüsusiyyətlərdən biri də törə məsələsidir. Törə o dönəmdən əski örflər və qanunlar, yəni törəni bu iki ünsür təşkil edir. Kutla mütləq hökmdar deməli törənin və eyni zamanda qanunların
uygulayıcısı və nəzarətçisi olmalıdır. Yəni burada Qutağı Bilik əsərində məhz bu hökmdardan, Qağandan tələb olunan məsələlərdir. Yəni quta sahib olan Qağan dövləti ədalətlə idarə etməli, örfü və hüquqi kurallara yerinə yetirməlidir və dövlət idarəsini paylaşmalıdır. Dövlət idarəsini paylaşma dediyim zaman adətən indi hal-hazırda istər Türkiyədə, istər bütün dünyada bir tartışılan bir konu var. İşte hakimiyyətin bölünməsi. Yəni bütün hakimiyyətin tək adamda cəmləşməməsi məsələsi günümüzdə ən önəmli məsələlərdir. Padşah da, yəni Qağan da o zaman daha iyi bir dövlət mekanizmasına sahib olar ki, o hakimiyyəti paylasın. Yəni hakimiyyətin yönetilməsində digər bilgili insanlardan işte onları da yönetimə cəlb etməli, onların da fikirlərindən faydalanmalıdır. Və genel olaraq Qutağı Bilikdə deməli dövləti ayaqda tutan 3 təməl unsur, yəni buna 3 sacayaqlı deyə bilərik, xüsusilə ön plana çəkilir. Bunlar içərisində Qut, Törə və Qağan. Və bu 3 qoyulan sistem, üçü də bir-birini tamamlamalıdır, üçü də bir-birini deməli yəni həyata keçirilməlidir. Və bu şəkildə deməli Qutağı Bilikdə deməli bu məsələlər ön plana çəkilir. Dövlət adamının özəllikləri məsələsinə Said Hocam ətraflı məlumat verdi. Dövlət adamı hansı sıfatlara malik olmalıdır, nə yapmalıdır, dövləti necə idarə etməlidir, hansı müsbət xüsusiyyətləri kəndisində saxlamalı, göstərməli. Bu konuya mən girməyəcəm. Sadəcə olaraq Qutağı Bilikdə günümüzə qədər olan mübahisəli bir konu var. Acaba Qutağı Bilikdə irəli sürülən sistem Türk düşüncəsinin, Türk yönetim düşüncəsinin məhsuluydu, yoxsa buna etki yapan müəyyən təsirlər vardı. Bəzi araşdırmacıların fikrincə Qutağı Bilik ondan öncəki dövlət sistemlərinin təsiri özünü göstərməkdədir. Məsələn, bu içərisində Fars və Arab dövlət yönetim sistemləri ilə təsirləri, Hind yönetim sisteminin təsirlərini göstərməyə çalışırlar. Yunan yönetim düşüncə sisteminin təsirlərini göstərməyə çalışırlar. Amma bütövlükdə təbii ki, bunlar hamısı mülahizələrdir. Yəni, bu mülahizələr təbii ki, gələcəkdəki araşdırmalarda bu mülahizələrin nə qədər haqlı olduğu ortaya çıxa bilər. Amma bizim fikrimizcə Qutağı Bilikdə ortaya qoyulan sistem əslində Türk yönetim düşüncəsinin məhsulu olaraq ortaya çıxmışdır. Və sonuc olaraq əgər Türk dünyası, İslam dünyası yeni sistemlər arayırsa, yeni iyi sistemlər arayırsa, məncə bu bilginlərimizin əsərlərinə yenidən, yəni bilgi olaraq baş deyil, praktik olaraq, acaba bu günləri Azərbaycanda, Türkiyədə və digər İslam Türk coğrafiyasında yönetimdə bir dəyişiklik, yönetimdə bir sistem yaratmaq istəyirsə, acaba Qutağı Bilikdə qoyulan sistem acaba bizə nasıl yararlı olar? Yəni, praktik baxımdan bu çox məncə əhəmiyyətlidir. Buna bir dönməmiz lazım. Mən qısa tutmağa söz vermişdim. İnşallah bildiri yayınlananda burada ətraflı məlumat veriləcək. Məni dinləyicəyə təşəkkür edirəm. Süre konusundaki disipliniyle de bizleri aydınlattığı için biz teşekkür ediyoruz Cavit Bey'e.